Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə ABC Akademiyanın yeni sınaq toplusundan 29-cu sınavın sualları ilə tanış olacağıq. Başlayaq iki sualdan. Birinci sualda deyir ki, uyğunsuzluğu müəyyən edin. Eyni və müxtəlif yol təchizləri verilib bizə. Bir də deyir ki, yaranacaq orqanizmlər bir ziqotdan əmələ gəlir. Bir ziqotdan əmələ gələn eyni yol təchizlərdir. Amma bunu ortaq tələb kimi diaqramın orta hissəsində verir. Deməli, bu yanlışdır. Birinci yanlışdır. Uyğunsuz deyəlim. Adətən mayalanmada 2 qamət iştirak edir. 2 də deyir. Adətən mayalanmada 2 qamət iştirak edir və eyni yumurta təchizini verir. Bəli, mayalanmada 2 qamət iştirak edir. Bir erkək, bir dişi. Yəni ikinci doğrudur. Və yerindədir. Üçdə deyir ki, döllərin sayı qədər göbək ciyəsi olur. İstənilən halda, istər eyni yumurta təchizi olsun, istər müxtəlif yumurta təchizi olsun, göbək ciyəsinin sayı dölün sayına bərabərdir. Üçüncüsü də doğrudur və yerindədir. 4-də deyir ki, əkizlərin cinsiyyəti eyni ola bilər. Əkizlərin cinsiyyəti eyni ola bilər. Bu ifadə düzdür, amma harda düzdür? Müxtəlif yumurta təkizində olsaydı düz olardı. Əgər bunu döldü, eyni yumurta təkizində veribsə, artıq bu ifadə yanlışdır. Yəni yerində deyil bu ifadə. Çünki eyni yumurta təkizlərində əkizlərin cinsiyyəti eyni ola bilər demirik. Deyirik ki, əkizlərin cinsiyyəti eynidir. Ola bilər yox, ola bilərdirsə artıq bu müxtəlif yumurta təkizində olmalı. Yəni 4 diaqramın müxtəlif yumurta təchizi olan tərəfində olmalıdır. Demək 4 yerində deyil. Baxaq 5-ə. 5-də deyir ki, qan qrupları hər zaman eyni olur. Eyni yumurta təkizlərinin, bəli, genotip eynidir. Doğrudur, yerindədir. Mayalanmada iştirak edən qamet sayı döl sayından 2 dəfə çoxdur. Bu da müxtəlif yumurta təchizinə aiddir, bu da doğrudur və yerindədir. Demək, müxtəlif yumurta təkizində bir dölün əmələ gəlməsində 2 qamet, bir erkək, bir dişi qamet iştirak edir. Ona görə də qamet sayı döl sayının 2 dəfə çox olur. Sadəcə 1 və 4 yerində olmadı, bu da A bəndində verilmişdir. Baxaq ikinci suala. Yunanca demos, latınca. Demos sözünün mənası xalq, əhali deməkdir. Latıncada bu söz populus deməkdir. Yəni burada A bəndə uyğun cavab olacaq. Doğru olmayan ifadəni seçin deyir. Demək, öz xarici görünüşünə görə oxşar olan fərdlər öz irsi xüsusiyyətlərinə görə fərqli ola bilərlər. Bəli, fərqli ola bilərlər. Məsələn, qara siçovulun 2 əkiz növü var, 38-42 xromosomla. Bunlar öz xarici görünüşlərinə görə fərqlənmirlər bir-birlərindən. Amma onların demək, irsi xüsusiyyətləri fərqlidir, xromosom sayıları fərqlidir. Demək, ona görə bu ifadə demək, doğrudur. Əlamətlərin təmiz halda saxlayan fərdlər mövcud əlamətə görə homozigot adlanır. Bəli, təmiz halda saxlayan əlaməti. Məsəl üçün, alternativ əlamətin dominant formasına malikdir. Məsələn, tutaq ki, rəng əlaməti götürək, noxudlarda bunu, noxud toxumlarında. Bu, məsəl üçün, təmiz haldadır. Sadəcə, demək, bir əlamətə malikdir, homozigotdur. Və yaxud ki, yaşıl toxumlu olsun. Təmizdir əlamət. Sadəcə yaşıldır. Məsələn, burada təmiz deyil. Çünki alternativ əlamətin hər iki formasını saxlayır. Həm dominant, həm resessiv. Demək, bu da doğru oldu, bu da doğru oldu. C-də deyir ki, dominant əlamətə malik olan fərdlərin sonraki nəsillərində yalnız dominant əlamət müşahidə olunur. Dominant əlamətlə deyil. Sonraki nəsillərdə, məsələn, heterozigot başqa bir forma ilə çarpazlaşanda burada resessiv əlamətli fərdlər meydana çıxır bunların nəslində. Yəni, bu demək deyil ki, valideyn dominant əlamətlədirsə, hökmən nəslin yəni sonrasının davamında da həmişə dominant əlamətli fərdlər üzə çıxacaq. Xeyr, parçalanma verə bilər. Bu yanlışdır o zaman. D-də deyir ki, resessiv əlamətə malik olan fərdlərin nəsillərinə heç bir vaxt dominant əlamətə malik olan fərdlər üzə çıxmır. Baxaq. Demək, əgər əlamət resessivdirsə, demək, bu homozigot vəziyyətdədir. Homozigot vəziyyətdə olan fərdlər çarpazlaşanda sonraki nəsildə heç vaxt heterozigot əlamətli fərdlər meydana çıxmır. Həmişə homozigot resessiv fərdlər meydana çıxır. Yəni, resessivdən mümkün deyil homozigot fərdlərin alınması. Bunlar homozigotdurlar. Yəni, o zaman resessiv əlamətli fərdlərdən heterozigot meydana çıxa bilərdi ki, bunlar necə deyim, yəni parçalanma verəydilər. Amma bu homozigotdur. Homozigot parçalanma verib, deməli, resessiv əlamətdən, yəni sarı rəngli bir dominant əlamətli fərd əmələ gətirə bilməz. Heterozigot əmələ gətirə bilməz. Ona görə bu da demək doğrudur. E-də deyir ki, irsi başlanğıcına görə hibrid olan fərdlər bu əlamətə görə heterozigot adlanırlar. İrsi başlanğıcına görə, baxaq, irsi başlanğıcına görə heterozigot olan fərdlər. Tutaq ki, məsələn, elə noxudlar üzərinə yenə deyək, toxumun rəngi sarı və toxumun rəngi yaşıl olanlar. Çarpazlaşırlar burada hibriddə heterozigotluq meydana çıxır. İrsi başlanğıcına görə hibrid olan fərdlər
Bu əlamətə görə heterozigot adlanırlar. Bəli, heterozigot adlanırlar bu əlamətə görə. Bu da doğrudur. Yəni sadəcə burada C bəndi yanlış oldu. Fizioloji kriteri. Dişi qaytağın döllü olması, nümunədəki məntiqi uyğunluğa əsasən verilənlərə uyğunlaşdırın. Fizioloji kriteri. Ümumiyyətlə, kriterləri biz qeyd edərkən hər bir kriterinin bir çatışmayan tərəfini qeyd etmişdik. Yəni, %100 bütün kriterlər özlərini doğrultmurdu. Yəni, bəzilərində elə hamısında, bəzilərində yox, elə hamısında müəyyən bir istisnalar var idi. Məsələn, fizioloji kriterdən götürək. Deyildik ki, ayrı-ayrı növlər çarpazlaşa döllü nəsil verə bilmirlər. Amma yak və qaramal, bunlar ayrı-ayrı növdürlər. Bunlar çarpazlaşanda bunlardan alınır qaytaq. Qaytaqların dişiləri döllü olur. Yəni, bu da bir fizioloji kriterinin bir istisnası idi. Yəni, %100 fizioloji kriterinin özünü doğrultmadığını göstərirdi. Həmin bu məntiqə əsasən digər kriterlərində bir çatışmayan, daha doğrusu özünü doğrultmayan tərəflər var idi ki, biz onları qeyd etməliyik. Məsələn, birincisi coğrafi kriteri verib. Coğrafi kriter nə idi? Növün deməli, yaşadığı yerə görə onun müəyyən edilməsi. Amma elə növlər var idi ki, onların konkret bir yaşama yeri yox idi. Onlar hər yerdə yayıla bilirlər. Kosmopolit növlər deyilirdi onlara. Və yaxud da ki, ikinci götürək, ekoloji kriteri. Növün yaşadığı bir şərait var idi. Amma elə növlər var idi ki, onlar konkret bir şəraitdə yaşaya bilmirdilər. Məsələn, silantrop növlər də bu növlərdən idi. Onlar konkret bir ekoloji şəraitdə məskunlaşmırdılar. Üçüncü, məsələn, morfoloji kriteri. Morfoloji kriteri nədir? Növlər xarici və daxili görkəm əlamətlərinə görə bir-birlərindən fərqlənirdilər. Amma demək, morfoloji kriterinin özünü doğrultmadığı hallar var idi. Məsələn, əkiz növlər. Bayaq dedik, siçovulun iki forması var idi. Deməli, ikisi də qara siçovuldu, morfoloji cəhətdən eynidirlər. Amma xromosom yığımları fərqli idi. Onlar əkiz növlər deyildilər. Sonra 4-də biokimyəvi kriteridir. Biokimyəvi kriterdə növlərin o DNT-si, zülalların quruluşuna görə oxşarlığa əsaslanırdı. Amma genom mutasiyaları baş verə bilirdi. Daha üzr istəyirəm, gen mutasiyaları baş verə bilirdi. Gen mutasiyaların nəticəsində, yəni biokimyəvi kriterdə də bir fərqliliklər meydana çıxırdı. 5-ci də genetik kriteridir. Genetik kriterin növlərin xromosom saylarına görə müəyyən olunması. Amma genom mutasiyaları baş verə bilirdi. Eyni bir növdə genom mutasiyaların nəticəsində fərdlərin sayı xromosomların sayı artıb azala bilərdi. Yəni, bu da genetik kriterinin %100 özünü doğrultmadığını göstərirdi. 5-ə deməli B aid oldu. O zaman 1-ə A, 2-yə E, 3-ə D, 4-cə 5B. A, E, D, C, B. A, E, D, C, B. Bu da sadəcə A bəndini verilmişdir. Yəni, A bəndi uyğun cavab olacaq burada. Afrika, Çin, Hindistan əhalisi arasında podagra xəstəliyinə demək olar ki, rast gəlinmir. Bunun səbəbi nə ola bilər? Çünki demək, onlar zəif protein əsaslı qidalarla qidalanırlar. Yəni, qida rasionlarında ətin miqdarı az, bitki mənşəli qidaların miqdarı isə daha çoxdur. Ona görə onlarda podagriya demək olar ki, rast olunmur. 6-cı sualda orqanizmdə maddələrin istifadə olunması və digər maddələrə çevrilməsi maddələrin mübadiləsinin neçənci mərhələsinə aiddir? Burada söhbət aralıq maddələrin mübadiləsinə gedir. Bu da ikinci mərhələdir. B bəndində verilmişdir. Sonra 7-ci. Ən mühüm aramorfozlar nə zaman demək olmuşdur? Deməli, arxa erasından proterozoa erasına keçiddə 3 böyük aramorfoz müşahidə olunurdu. Onlardan biri fotosintez idi, biri çox hüceyrəlilik idi, biri də cinsi çoxalma idi. Yəni, burada A bəndi uyğun cavab olacaq idi. Digərlərinə baxaq, antropogen dövründə keçid. Yox, bunların heç birisi uyğun cavab deyil. Yəni, sadəcə 7-də A bəndi uyğun cavab olacaq. Uyğunluğu müəyyən edir. Mitoz və meyoz verilib. Biz bunları müqayisə etməliyik. Bunların ortaq və fərqli tərəflərini tapmalıyıq. Deyək ki, bildə bölünmənin sonunda hüceyrə sayı 2 dəfə artır. 2 dəfə artır. Bir hüceyrədən sonda 2 hüceyrə yaranır. Deməli, bu nədir? Bu mitoz bölünmədir. Yəni, 1 aiddir. 3 hüceyrə bölünmə məruz qalır. Burada söhbət meyozdan gedir. Necə? Meyozda bir hüceyrə daxil olur, sonda 4 hüceyrə yaranır. Yəni, başlanğıc hüceyrə sayı 1-dir, sonda yaranan hüceyrə sayı 4-dür. Bölünməyə məruz qalan hüceyrələrin sayı belə tapılırdı. Sonda yaranan hüceyrələrdən başlanğıc hüceyrəni çıxırdı. Yəni, 4-dən biri çıxırdı, qalırdı 3. Bu hansına aid oldu? Meyoza aid oldu. Yəni, Z-ə aid oldu 2. İşte deyir ki, əmələ gələn hüceyrələrdə xromosom sayı 2 dəfə azalır. Baxaq.
Əmələ gələn hüceyrələrdə xromosom sayı 2 dəfə azalır. Aha, burada söhbət meyozdan gedir. Necə? 2 xromosom yığımlı hüceyrələr daxil olur meyoza və sonda en xromosom yığımlı hüceyrələr yaranır. Üzr istəyirəm. Demək sonra 4-də deyir ki, əmələ gələn hüceyrələrdə xromosom sayı dəyişmir. Bu mitozdur. Çünki mitoza 2 xromosom yığımlı hüceyrələr daxil olur və sonda da 2 xromosom yığımlı hüceyrələr yaranır. Sonra 5-də görək nə deyir. 5-də deyir ki, xromatid və DNT sayı 4 dəfə azalır. Aha. Söhbət meyozdan gedir. Meyoza daxil olan hüceyrələr 2M, 4S və 4D olur. Yəni xromatid sayı 4S, DNT miqdarı isə 4D olur. Sonda yaranan isə N, S və D olur. Gördüyümüz kimi xromatid sayı 4S-dən S-ə qədər, DNT molekulunun sayı 4D-dən D-yə qədər azalır. Yəni bu dedik ki, meyoza aiddir. Meyozda Z ilə işarə olmuşdur. 5 də bura aiddir. 6 ilə 7-yə də baxaq. 6-da deyir ki, ATP enerjisindən istifadə olunur. Bu hər ikisindən istifadə olunur. Yəni hüceyrə bölünərkən enerjiyə ehtiyacı var. Xromatid DNT miqdarı 2 dəfə azalır. Mitoza daxil olan hüceyrələr 2M, 4S və 4D şəklində daxil olur. Sonda yaranan hüceyrə isə 2M, 2S və 2D olur. Yəni xromatid və DNT miqdarı 4S-dən 2S-ə qədər xromatid miqdarı, 4D-dən 2D-yə qədər DNT miqdarı azalır. Bu da demək aiddir mitoza. Demək mitoza aid olan 1, 4, 7 oldu. Y-a aid olan, yəni ortaq tərəflərinə aid olan 6 oldu. Meyoza da aid olan 2, 3, 5 oldu. Bu da A bəndində verilmişdir. Yaşayış mühiti dedikdə nə başa düşülür? Canlılar orqanizmləri əhatə edən hər şey, bəli. Doğrudur. Mühitin orqanizmə təsir edən ayrı-ayrı elementlər, xeyr, bunlar ekoloji amillərdir. Cansız təbiət amilləri, xeyr, yəni cansız təbiət amillərini təkcə deyirsə, bəs canlı təbiət amilləri. Onlar daxil mühitə aiddir. İnsanın təsərrüfat fəaliyyəti nəticəsində yer səthinin dəyişməsi, xeyr, canlı orqanizmlərin bir-birinə təsiri, bu da yox. 10-cu sualda deyir ki, əgər Teodor Şvam və Matthias Schleiden fikirlərinin Rudolf Virxovun düzəlişləri olmasaydı, müasir hüceyrə nəzəriyyəsinin 3-cü müddəsi olmayacaqdı. Aha. 3-cü müddə olmayacaqdı. Niyə? Matthias Schleiden və Teodor Şvam bunlar hüceyrə nəzəriyyəsini yaratsalar da, səhvən belə hesab edirlər ki, hüceyrələr spontan şəkildə, yəni öz-özünə yaranır. Amma Rudolf Virxov onların fikirlərinə düzəliş elədi. Dedi ki, hüceyrə bölünmə yolu ilə ana hüceyrədən əmələ gəlir. Və bu fikirdə hüceyrə nəzəriyyəsinin 3-cü müddəasıdır. Əgər bu düzəliş olmasaydı, deməli 3-cü müddəyə olmayacaqdı. 11-ci sualda. Hüceyrələrin həyat siklinin interfaza dövrünə aid deyil. Molekulyar səviyyədə çoxalma gedir. Bəli, çoxlu miqdarda molekulyar səviyyədə, məsələn, DNT molekulunun, RNT molekullarının, zülalların və s. ümumiyyətlə molekulların sintezi gedir. Yəni, molekulyar səviyyədə aktiv şəkildə çoxalma gedir. Hüceyrə aktiv fəaliyyət göstərir. Bəli, hüceyrədə, yəni, kütləvi şəkildə sintez prosesləri gedir. Bu da doğrudur. İki bölünmə arasında olan mərhələdir. Bəli, interfaza. 2 bölünmə arasında olan mərhələdir. Arqonoid səviyyəsində çoxalma gedir. Bəli, arqonoidlər də ikiləşir. Mitokondri və yaxud da ki, plastidlər ikiləşirlər. Hüceyrənin sürətlə böyüdüyü dövrdür. Bu mərhələdə heç bir səviyyədə çoxalma getmir. Heç bir səviyyədə çoxalma getmir. Yəni, bu fikir yanlışdır. Burada biz bilirik ki, indi biraz əvvəl də dedik, molekulyar səviyyədə və yaxud da ki, arqonoid səviyyəsində çoxalma gedir. Ona görə bu fikir yanlış fikir olacaq. Sonra demək, deyir ki, yanlış cavabı seçin. Dihibrid genotipə malik fenotipə görə valideyn formalardan biri ilə oxşar ola bilər. Dihibrid genotipə malik olan fərdi yazaq. Fenotipə görə valideyn formalardan biri ilə oxşar ola bilər. Valideyn formalardan biri ilə oxşar ola bilər. Bəli, oxşar ola bilər. Mümkündür. Məsələn, valideyn formalardan biri olar. Tutaq ki, elə belə, yəni dieheterozigot, dihibrid. Digəri də olar, məsələn, A, B, B, kiçik A, B, B-lər yazaq. Tutaq ki, bunun verdiyi qamet böyük A, böyük B-ni götürsək, bu kiçik A, kiçik B, ancaq bir tip qamet hazırlaya bilir də bu fərd. Bunların çarpazlaşmasından alınar böyük A, kiçik A, böyük B, kiçik B. Bəli, ola bilər. Ən azından yəni biri ilə yəni oxşar genotipə malik ola bilər. Doğrudur bu. B-də deyir ki, fenotipə görə valideyn formaların hər ikisi ilə oxşar ola bilər. Bəli, hər ikisindən oxşar ola bilər. Məsələn, dieheterozigot fərdlər sarı hamarlar çarpazlaşırlar və bunlardan alınan fərd
Yəni alınan fərqlərdən 4-ü, Vennet cədvəlində 4-ü biz görmüşdük ki, o sarı, hamar və yaşıl qırışıq nöqtələrin çarpazlaşmasında. 4-ü valideyn formalarından eyni, yəni fenotipə malik idi. Bu da ola bilər. C-də deyək ki, valideyn formaların heç biri ilə genotipə görə oxşar olmaya bilər. Baxaq, olmaya bilərmi? Məsələn, belə bir fərq götürək və bu çarpazlaşır. Tutaq ki, belə bir fərdlə. Və bunların çarpazlaşmasından A kiçik B, A böyük B kommentləri alınır və gördüyümüz kimi fenotipə görə alınan fərd, hansı ki bu dihibrid genotipə malikdir, valideynlərin heç biri ilə genotipə görə oxşar deyil. Fərqlidir. Ona görə doğrudur bu da. Deyək ki, analiz çarpazlaşma aparıldıqda fenotipə görə 9-3-3 onun da birə nisbətində parçalama verir. Analiz çarpazlaşma aparılarsa, gəlin yazaq. Hələ ki doğrudur. Analiz çarpazlaşma aparılırsa. Ümumiyyətlə, analiz çarpazlaşmada bütün fərdlər eyni nisbətdə alınır. Yəni, burada 9-3-3 onun da birə nisbətində olmazdı. Yəni, məsələn, 50-50-yə, 25-25-25, yəni bu şəkildə alınardı. 9-3, 13, onun da birə nisbətində alınmayacaqdı burada. Yəni, bu fikir yanlışdır. Yanlış fikirdir bu. Deyək ki, valideyn formalarının hər ikisi ilə genotipə görə oxşar ola bilər. Bəli, valideyn formaların hər ikisi ilə indi bu deyirəm, bu fərqlərin, tutaq ki, heterozigot fərdlərin çarpazlaşmasından heterozigot genotipli fərdlər alınırdı. Yəni, ona görə oxşar olacaq bunlarla da. Amma deyək, yanlış oldu. 13-cü sualda. Akvilegia bitkisində C qırmızı rəng verən gen yarpaqların bənövşəyə rəngini, gövdənin uzanmasını, toxumun uzunluğunu müəyyən edir. Bir gen bir neçə əlaməti tənzimləyir. Elə B bəndində uyğun cavab verilib. Bilgenin bir sıra əlamətlərə təsir etməsi. Yəni, 13-də cavab B bəndi oldu. 14-cü suala baxaq. Genləri göstərmək üçün Latin əlifbasının hərflərindən istifadəni təklif etmişdir. Qregor Mendel idi. Həm özü istifadə etmişdir, həm də təklif etmişdir. Yəni, bundan sonra da genetikada artıq bundan istifadə olunurdu. 15-ə baxaq. Xromosomların irsiyyətdə rolunu ilk dəfə olaraq kəşf etmişdi. Thomas Morgan, deməli, irsiyyətdə xromosomların rolunu kəşf etmişdi və buna görə də Nobel mükafatına layiq görülmüşdü. Sonra genotiplərin verilmiş iki orqanizmin çarpazlaşmasından A, böyük A, kiçik B və böyük C fenotipinin alınması ehtimalı nə qədərdir? Baxaq. Bu ikisinin deməli, çarpazlaşmasını monohibrid şəkildə yazaq. Əvvəlcə A-ları çarpazlaşdıraq. Görək buradan. Böyük A fenotipinin alınma ehtimalı 4-dən 3-dür. Bu yadımızda qalsın. Keçək digər fenotiplərdə yazaq. Böyük B, kiçik B-nin kiçik B-lərə çarpazlaşdırırıq. Burada böyük B, kiçik B, kiçik B, kiçik B alınır. Bizə də kiçik B lazımdır. Burada da 2-də 1 ehtimalı da budur. 4-də 3 bayaqçı idi, 2-də 1 budur. İndi C-ləri yazıram. C-lərin də çarpazlaşmasından alındı böyük C, böyük C, böyük C, kiçik C. Böyük C fenotip dediyinə görə 100% götürə bilərəm. Yəni, 1-i götürə bilərəm. İndi hasilləri tapaq. A-ların çarpazlaşmasından 4-də 3 nisbətdə böyük A idi. Kiçik B alındı 2-də 1 nisbətdən və böyük C də alındı 1. Hasil nə qədər elədi? 8-də 3. 8-də 3 də B bəndində verilmişdir. 16-da cavab B bəndi olacaq. Biri yaşamaq yolunda mübarizəyə aid nümunə hesab edilə bilməz. Balıqların plankton yeməsi. Bəli, balıq salamat qalmaq üçün qidalanır planktonla. Quşların qarağatın toxumlarını yayması. Yaşamaq yolunda mübarizə. Demək, quşlar qarağat meyvələrindən qidalanırlar və onların, yəni quş sulu ilə qarağatın toxumları da yayılır. Yaşamaq uğrunda mübarizədə bir-birlərinə qarşılıqlı fayda verirlər. Qağayının balasının başına zərbə vurmaqla qidanı qusmağa məcbur etməsi. Bəli, yəni yem çatışmazlığına əlaqədar balanın
Yəni yemi qusmasını məcbur edir onu. Yəni bu da yaşamaq uğrunda mübarizədir. Sonra deyib, arıquşunun bir-iki balasının yuvasının döşəməsinə basıb öldürməsi, bəli. Dişləri seyrək olan itlərin zəif tük örtüyünün inkişaf etməsi. Xeyr, bu demək bir genin bir neçə əlamətlə tənzimlənməsidir. Yəni bu dişlərin zəif inkişaf etməsinin, tük örtüyünün zəif inkişafının, yəni yaşamaq uğrunda mübarizəyə bir aidiyyəti yoxdur. E bəndi ona görə burada yanlış olacaq. 18. Mutasiyaya uğramış homozigotların xeyrinə olan təbii seçimi haqqında hansı fikir doğru deyil? Mutasiyaya uğramış homozigotların xeyrinə olan seçmə bu disruptiv seçmədir. Disruptiv seçmə haqqında doğru olmayan fikir soruşur. Təsviri kitabı Çingel tərəfindən araşdırılmışdır. Doğrudur. Orta normadan kənara çıxan fərdlərin sayı artdıqda demək bu seçmə təsir göstərir. Demək burada bəli, artdıqda təsir göstərir. Orta normadan kənara çıxan fərdlərin sayı artdıqda təsir göstərir. Disruptiv seçmə. Orta normadan kənara çıxan fərdlər yaranır. Əsasında divergensiyaya dayanır. Əsasında bəli, divergensiyaya dayanır. Doğrudur. Bir-birindən fərqlənən bir neçə əlamətin yaranması nəticələnir. Bəli. Ətraf mühitin nisbi sabitlik şəraitində orta reaksiya normasına malik olan fərdlərin artmasını təmin edir. Ətraf mühitin nisbi sabitlik şəraitində orta yox, ortadan kənara çıxma. Orta deyilsə, bu stabilləşdirici seçimi olardı. Ona görə burada E yanlışdır, E dəqiq yanlışdır. Orta normadan kənara çıxan fərdlər artdıqda təsir göstərir. O zaman B də doğrudur. 19-cu sualda. Eyni bir orqanizm daxilində hüceyrələrin forma və ölçülərinin müxtəlif olmasının səbəbi nədir? Eyni bir orqanizm daxilində hüceyrələrin forma və ölçüləri müxtəlifdirsə, ümumiyyətlə bunların yerinə yetirdikləri funksiya ilə əlaqədardır. Əgər funksiyalar müxtəlifdirsə, yəni onların formaları da müxtəlif olacaq. Məsələn, insan orqanizminin özündə epitel hüceyrələri bir formaya malikdir, bir ölçüyə malikdir. Tutaq ki, sinir hüceyrələri başqa bir formaya, başqa bir ölçüyə malikdir. Qan hüceyrələri başqa bir formaya, başqa bir ölçüyə malikdir. Yəni bu onların yerinə yetirdikləri funksiyalarla əlaqədardır. Ona görə burada orqanların ölçüsündən, orqanizmin cinsiyyətindən asılı olaraq dəyişə bilir. Hüceyrələrin yerinə, bəli, bax bu, C bəndi. Eyni bir orqanizmdə hüceyrələr fərqli ola bilməz, ola bilir. İrsi amillərdən, xarici faktorlardan xeyr. 20-ci sualda uyğunluğu müəyyən etməyimizi istəyir. Ümumi maddələr mübadiləsi, aralıq maddələr mübadiləsi və əsas maddələr mübadiləsi olaraq qruplaşdırmamızı istəyir. Demək, burada ümumi maddələrin mübadiləsi deyərkən, burada toxuma tənəffüsü nəzərdə tutulur. Yəni, 1-ə A aiddir. 1-ə A aiddir. Aralıq maddələrin mübadiləsi. Burada, demək, hüceyrə daxili həzm nəzərdə tutulur. B aiddir. Və əsas maddələrin mübadiləsi də burada da enerji çevrilməsidir. Yəni, A, B, C. Bu da elə A bəndində verilmişdir. Katarxa erası həyatın əmələ gəlməsi haqqında müasir təsəvvürlərin neçənci pilləsini və ya pillələrini özündə əks etdirə bilər? Həyatın əmələ gəlməsi haqqında müasir deməli, təsəvvürlərə görə 3 pillə vardır. Birincisi, üzüm maddələrin abiogen sintezidir. İkincisi, bioloji polimerlərin yaranmasıdır. Üçüncü isə membran strukturların və ilkin deməli, bir hüceyrəli orqanizmlərin yaranmasıdır. Demək, katarxa erasında həyat izləri hələ yox idi. Demək, həyat izləri yox idisə, yəni burada biz üçüncü pilləni deyə bilmərik, yəni bir hüceyrəli orqanizmlərin yaranması. Həyat izləri yox idi, amma okeanda demək, üzüm maddələrin toplana bilməsi ehtimalı var idi. O zaman üçüncü pillə olmasa da, deməli, üzüm maddələrin okeanda sintezi və onların yəni bioloji polimerlərinin yaranması ehtimal oluna bilərdi. Ona görə də yəni götürürük ki, üçüncü mərhələ baş vermir, amma 1 və 2 baş verir, bu da A bəndində verilmişdir. 22-ci sualda şəkildə genotipi göstərilmiş fərdlərin Krasinqov ehtimalı 80% olarsa, kiçik A və böyük B genotipli qametlərin əmələ gəlmə ehtimalı nə qədərdir? Burada Krasinqov ehtimalı deyil 80%-dir. 80% ehtimalı olan qametlər kiçik A, kiçik B idi və böyük A, böyük B idi. Bunlar 80% ehtimalla yaranır. Bunlar 80% ehtimalla yaranır. Deməli, yerdə qalan 20% ehtimalla da Krasinqov versiz, belə desəm, qametlər yarana bilər. Bunların ikisi 20% ehtimalla yaranır. Yəni, hər birinin ayrı-ayrılıqda desək, hər biri 10% ehtimalla yaranır. Yəni, bizdən də kiçik A və böyük B tipli qametə soruşur. Deməli, onun da yaranma ehtimalı 10% olacaq. Yaranma ehtimalı 10% olacaq, onda D də verilmişdir.
23-cü sualda şərtsiz reflektor emosiyalar nə zaman şərtli reflektor xarakter daşımağa başlayır? Bu uşağın inkişafının mərhələləri ilə əlaqədardır. Uşağın inkişafında ümumiyyətlə birinci dünyaya gəldiyi vaxtlarda onda emosiyalar şərtsiz reflektordur. Yəni necə şərtsiz reflektordur? Yəni uşaq belə deyirəm, ağlamağa başlayır. Yəni şərtsiz bir xarakter daşıyır. Amma sonradan təqribən 2-3 aylıqdan başlayaraq şərtli reflektor xarakter daşımağa başlayır. Məsəl üçün belə deyim, yəni tanış səslərdən sevinir və yaxud da ki, yad olan səslərdən qorxur, ağlayır. Yəni artıq bunda şərtli reflektor xarakter daşımağa başlayır. Bu deyir ki, postmineral dövrün çağa dövründə, postmineral dövrün çağa dövründə başlayır. Postmineral dövrün südəməl dövründə. Demək biz 2-3 aylıq demişdik. Baxaq. Demək çağa dövrü necə idi? Çağa dövrü ilk 1 aylığı əhatə edirdi. Bu deyil, A bəndi deyil. Yəni 2-3 aylıqdan başlayırsa, onda südəməl dövrdür, deyil? 2-3 ay. Südəməl dövr nədir? 1 ayından yəni 1 yaşına qədər olan dövr idi. 2-3 aylıq dövrdə südəməl dövrün içərisinə gedir. Yaslı dövrü xeyr, məktəbə qədər yox, məktəbi dövrdə yox. Yəni sadəcə 20-də B bəndi uyğun cavab olacaq. Epidemiologiya elminin banisi həmdə həyatın spontan epidemiologiya elminin banisi ümumiyyətlə Hipokratdır. Həyatın spontan yaranması fikrini irəli sürmüşdü. Xeyr, temperamentin təsnifatını vermişdi. Temperament haqqında təlimin banisi idi, amma təsnifatı verən Claude Gallin idi. Hipokrat deyildi. Biyolojiyel canlı varlıqları kəşf edən Anton van Leeuwenhoek idi. Helmin terminini elmə gətirmişdi. Bəli. Hipokrat gətirmişdim. Mikrobiyologiya və immunologiyanın banisi isə Louis Pasteur idi. Hipokrat deyildi. Demək, burada D bəndə uyğun cavab oldu. Digər testlərə də baxaq. Canlanma kompleksi dedikdə nə başa düşülür? Canlanma kompleksi ümumiyyətlə uşaqlarda 2-3 aydan başlayaraq özünü büruzə verir. Yəni evdəki məsələn böyükləri görəndə, yəni 2-3 aydan başlayır, sonraki aylarda daha da mürəkkəbləşir. Bu uşaq gülümsəməyə başlayır və yaxud da ki müəyyən bir əl-qol hərəkətlər etməyə başlayır. Bir canlanma kompleksi deyirlər burada. Yəni ona qarşı bir reaksiyalar verir evdəki böyüklərə qarşı. Böyüyə yönləndirilən ümumi emosional hərəkət reaksiyaları C bəndi uyğun cavab olacaq. Yəni digər cavablarda da var, amma yəni doğru cavab C bəndidir. Məsələn burada ilk təbəssüm, təəccüb, sonra uşaqlığın yeni ihtimal arasında sərhəd yox, bu ümumiyyətlə uyğun deyil. İlk bioloji tələbatına yox. Yəni burada C bəndi daha uyğun cavabdır. Müasir təsnifatda mikroorqanizmlər hansı xüsusiyyətlərinə görə qruplaşdırılır? Hüceyrəvi və hüceyrəvi quruluşun olub-olunmasına görə müasir təsnifatda qruplaşdırılırlar. Hansı orqanizmin ətraf mühitdə yayılması məhz osmos təzyiqinin daxili mühitin duz tərkibinin tənzimlənməsi qabiliyyətinə asılıdır? Balıqlara aiddir burada. Balıqlar bilir ki, şirin su balıqları və duzlu su balıqları olmaqla 2 qrupa bölünürlər. Yəni onların o mühitdə yaşaya bilməsi orqanizmdə ona uyğunlaşmaların olub-olmaması ilə əlaqədardır. Tutaq ki, şirin su balıqları onların bədənlərində çoxlu miqdarda su daxil olduqlarına görə, yəni onlar su içmirlər və əksinə çoxlu miqdarda sidik xaric edilir. Və yaxud da ki, əksinə duzlu su balıqları indi çoxlu su itirirlər. Ona görə də məcburdurlar daim su içməyə. Yəni bütün bunlar tənzimlənməlidir orqanizmdə ki, onlar müəyyən mühit şəraitində yaşaya bilsinlər. Ona görə də burada D bəndə uyğun cavab olacaq. Aristotelin müəllif olduğu nəzəriyyə əsasının epidemiyaların yayılmasının səbəbi nədir? Aristotelin fikrincə epidemiyaların yaranmasının səbəbi gizli varlıqlar idi. Bir də orada Hipokratın da fikri var idi. Hipokratın fikrində isə ifunətli buxarlar, həmçinin də bataqlıq yerlər misal göstərilmişdi. Aristotel demək nəyi demişdi? Gizli varlıqları demişdi. Yəni burada 2 fikir var idi. Epidemiologiyanın inkişafında demək neçə dövr var? Epidemiologiyanın inkişafında 4 dövr var idi. D bəndə uyğun cavabdır. Burada hansı dövrlər idi? Birincisi bakteriyaların kəşfinə qədərki dövr idi. Bakteriya dövrünün ilk 10 illik 2-ci dövr idi. Sonra 3-cü dövr intibah dövrü idi və hazırki müasir dövr 4-cü dövr idi. Mikroorqanizmlərin neçə alimi nümayəndələri arasında rast gəlmək olar? Mikroorqanizmləri yəni həm bitki, həm heyvan, həm göbələk, həm də bakteriyalar arasında, yəni bunların hər birinin deməli bir hüceyrəli nümayəndələr arasında rast gəlmək mümkündür. Ona görə burada D bəndi uyğun cavab olacaq. Mühit amilinin kritik həddə yaxın olan təsir sahəsi necə adlanır? Mühit amilinin canlıya təsiri 2 sahəyə aidlərdir. Birincisi, növün yaşaması üçün əlverişli olan isə bu dözümlülük həddi adlanırdı. Bir də ki, məhdudlaşdırıcı amil, məhdudlaşdırıcı sahə, yəni bu artıq burada həmin amilin təsiri ya normadan azdır, ya da normadan çoxdur. Bu da növün məhvinə səbəb olur.
Bu da C bəndində verilmişdir. Verilənlərdən neçəsi 7 rəng spektrinə malik olan işıq dalğaları üçün xarakteristikdir. 7 rəng spektrinə malik olan işıq dalğaları deyərkən, burada görünən işıq dalğaları nəzərdə tutulur. Yəni, görünən işıq nəzərdə tutulur. Deyir ki, fotosintez üçün əhəmiyyətlidir. Bəli, bu doğrudur. Bir hissəsi atmosfer tərəfindən tutulur. Atmosfer tərəfindən tutulan görünən işıq dalğaları deyil. Bunlar ultrabənövşə şüalardır, qısa dalğalı və yüksək enerjidirlər. Bunlar yəni yer səthinə gəlib çatmırlar. Yəni çatsalar yer səthində məhv-edici təsir göstərə bilərlər. Ona görə də ikinci ümumiyyətlə uyğun deyil. İşte deyir ki, yüksək kimyəvi fəallığa malikdir. Yüksək kimyəvi fəallığa malik olanlar bunlar ultrabənövşə şüalardır. Zülalların denaturasiyasına səbəb olurlar, canlılara məhv-edici təsir göstərirlər. 4-də deyir ki, istilik mənbəyidir. İstilik mənbəyi olanlar infraqırmızı şüalardır. Yəni, bu da demək, görünən şüa deyil. 5-də isə deyir ki, heyvanların əksəriyyəti bu işığı görürlər. Bəli, bu da görünən işıq şüalardır. Sadəcə 1 və 5 uyğun oldu. Bizdən də deyildi ki, neçəsi, say soruşurdu. Bu da B bəndində verilmişdir. Sonra, baxaq, növbəti. 33-cü sualı. Yırtıcı heyvanların cütdırnaqlı heyvan populyasiyalarına təsirini necə qiymətləndirmək olur? Deyir ki, cütdırnaqlı yırtıcı heyvanların şikarı olduğu üçün populyasiyanın məhvinə gətirib çıxır. Xeyr, məhv etməz. Yəni, nizamlayır sadəcə. B-də deyir ki, yırtıcı heyvanların mühitin təsiri nəticəsində fəaliyyətindən asılı olaraq dəyişə bilər. Yırtıcı heyvanların mühitin təsiri nəticəsində fəaliyyətindən asılı olaraq dəyişə bilər. Baxarıq buna. C-də deyir ki, parazitlərin təsirindən zəifləmiş heyvanlar yırtıcıların asanlıqla əldə etdikləri qurbanlara çevrildiyi üçün populyasiyanın xeyrinə təsir göstərir. Çünki zəifləmiş heyvanlardır parazitlər tərəfindən. Artıq bunlar, yəni populyasiyada qalsalar, populyasiyanın digər fərdlərində yoluxdura bilərlər. Bunları yırtıcılar tutub yeyirlər və demək, həmin fərd üçün zərərli olsa da, ümumiyyətlə onun populyasiyasının xeyrinə olan bir, seçmədir. Xeyrinə olan bir dəyişkənlikdir. Ona görə burada C bəndi ilə uyğun cavab olacaq. Sonra daha kiçik və təcrübəsi heyvanlar yırtıcılar tərəfindən uzandığı populyasiyanın yaş dinamikasına tarazlıq pozular. Yox, ümumiyyətlə burada tarazlıq pozulmur. Yeni dediyimiz kimi nizamlayır. Yırtıcıların fəaliyyəti cütdırnaqlıların populyasiyasının təsiri göstərməz. Xeyr. Yırtıcı heyvanların mühitin təsiri nəticəsində fəaliyyətindən asılı olaraq dəyişir. Bu da demək doğru cavab deyilmiş. Sonra 34-cü sualda deyir ki, biotexnologiyanın inkişafına xidmətləri olan Azərbaycanlı alim. Burada Qərib Mürşidovdan söhbət gedir. Qərib Mürşidov da B bəndində verilmişdir. Baxaq. Hansı canlıda mühit temperaturunun müəyyən qədər yüksəlməsi canlılarda maddələr mübadiləsinin böyümə və inkişafının sürətlənməsinə səbəb olur? Yəni, mühitin temperaturu artanda maddələr mübadiləsi böyümə və inkişaf sürətlənirsə, deməli, bu canlı soyuqqanlı bir canlıdır. Burada da soyuqqanlı canlı balıqdır. Digərləri isti qanlı heyvanlarda. Verilən genotiplərdən hansı dihibriddir? A bəndində monohibriddir. B-də. Burada yəni dihibrid olması üçün 2 dənə heterozigotluq olmalıdır burada. B heterozigotdur. A isə heterozigot deyil. C-də də yenə də B heterozigotdur. D-də yenə də B heterozigotdur. E-də isə həm A heterozigotdur, həm də B heterozigotdur. Yəni bu dihibrid canlıdır. E bəndi. Heterozigot bir canlının somatik hüceyrəsində atozom xromosom sayı N olarsa, onda xromosom müxtəlifliyi necə olur? Atozom xromosom sayı N-dirsə, deməli, atozom xromosoma görə müxtəliflik N bölüncü 2-dir. Və heterozigot canlıdır. Yəni, 2 dənə də cinsiyyət xromosom var. Tutaq ki, biri X-dir, biri Y-dir somatik hüceyrəsində. Bunların da ikisi də ayrı-ayrı müxtəliflik. O zaman müxtəliflik N bölünsün 2 üzərinə gəl 2 şəklində olacaq. Yəni, bu da B bəndində verilmişdir. 38-də əgər heterozigot fərdlər öz xarici görünüşünə görə homozigotlardan fərqlənirlərsə, heterozigot fərd deyir, öz xarici görünüşünə görə, yəni fenotipinə görə homozigotdan fərqlənir. Bu halda onu göstərir ki, qeyri-tam dominantlıq var. Əgər tam dominantlıq olsaydı, burada da dominant A var, burada da dominant A var. Hər ikisi eyni fenotipə malik olardı. Yox, bu heterozigot fərd homozigotdan fərqlənirsə, deməli, burada artıq qeyri-tam dominantlıq var. Bu başqa bir fenotipi belə deyim, göstərir. Bu da başqa bir fenotipi göstərir. Ona görə də deməli, nə deyir burada? İrsiyyət aralıq xarakter daşıyır. Bəli, 38-də B bəndi uyğun cavab olacaq. Sonra, baxaq. 39-a. Prokaryotların sadə bölünməsini çoxalmanın hansı quruluş səviyyəsinə aid etmək olar? Yəni, onlar hüceyrə səviyyəsində çoxalırlar da bölünürlər. Ona görə də hüceyrə səviyyəsində çoxalmaya misaldır. 40-da deyir ki, verilənlərdən biri biotexnologiya sayəsində 21-ci əsrdə gözlənilən nailiyyətlərə aid deyil.
Nailiyyətlər olar yəqin ki orada. Xəstəliyə səbəb olan genlərin sağlam genlərlə dəyişdirilməsi. Bəli. Qocalığa səbəb olan genlərin nəzarət altında saxlanması, transgen orqanizmlərin meydana çıxması, orqan transplantasiyanın həyata keçirilməsi, orqan banklarının, toxuma orqan bankları deyil yaradılacaq və demək ki, o lazım olduqda həmin şəxslərə köçürüləcək. Amma orqan transplantasiyanın həyata keçirilməsi, yəni bu birbaşa, yəni 21-ci əsrdə gözlənilən nailiyyət deyil. Qeyd edək ki, mikroorqanizmlərin hesabına bir çox maddələrin sintezi, yəni mikroorqanizm hesabına onsuz da maddələr sintez olunur, yəni daha çox maddə sintez etməyə çalışacaqlar. Bu da uyğun cavab olar. İndi burada da 29-cu testimiz yekunlaşır. 40-cı sualı idi, axırıncı sualı yazdıq və yekunlaşdı burada. Ümid edirəm ki, izahlar aydın olar. İnşallah ki, baxarkən bəyənərsiniz. Bəyənsəniz bəyənmə tuşuna basmağı və kanala abunə olmağı unutmamanızı sizdən xahiş edirəm. Çox sağ olun. Təşəkkür edirəm hər birinizə.